Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika liman yasha. وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamaz. Bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. انظر كيف يفترون على الله الكذب وكفى به إثما مبينا. Bax, necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah sayılmaq üçün kifayət edər. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika liman yasha. وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا. Şübhəsiz ki, Allah ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. وَمَا ظَنُّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ يَوْمَ الْقِيَامَةِ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ. Allaha qarşı yalan uyduranların qiyamət günü barədə fikirləri nədir? Həqiqətən Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. قُلْ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ لَا يُفْلِحُونَ. De ki, şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ الْكَذِبَ وَهُوَ يُدْعَى إِلَى الْإِسْلَامِ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ. İslam'a dəvət edildiyi halda Allaha qarşı yalan uydurandan daha zalim kim ola bilər? Allah zalim adamları doğru yola yönəltməz. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. فَمَنِ افْتَرَى عَلَى اللَّهِ الْكَذِبَ مِنْ بَعْدِ ذَلِكَ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ. Bundan sonra Allaha qarşı yalan uyduranlar, məhz onlar zalimlardır. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَٰئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا.
Ancaq tövbə edib iman gətirən və salih əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayandır, rəhimlidir. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. ومن تاب وعمل صالحا فإنه يتوب إلى الله متابا. Kim tövbə edib yaxşı iş görərsə, o doğrudan da Allaha tərəf qayıtmış olar. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. ما جعل الله من بحيرة ولا سائبة ولا وصيلة ولا حام ولكن الذين كفروا يفترون على الله الكذب وأكثرهم لا يعقلون. Allah müşriklərin bəhirə, sahibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamır. Canı Ali, Fatimənin canı Ali. Sənin saqqalını qısmaq teman qüvvələdi, yoxsa aknet oldu? Qüvvələri, Misir rayonundayım, babamın yaşlıdır, yaşlıyam. Qüvvələri. 20 gün keçirir, sənin nə vaxt gələcəksən? Narahat olmayın, demişəm ki, evliyəm, sən saqqalı olsan. Mən narahatam, qardaş, 20 gündür demişsən, plusda söymüsən. İndə 20 gündə yoxa çıxmısan, mən sənə nədir 2 gün axtarmalıyam. Sən axırı dur gəlin başı söyləməm, lazımsan dur gəlin. Hə, lazımsan mənə. Dur gəl. Hara gəlin? Başıya. Hara? Sən olsun Bakıya, gəl Bakıya. Haradasan? İndi rayondayım, sən olsun Bakıya, gələrsən Bakıya. Bakıdayım da mən deyirəm sənə. Bakıdasan ha? Hə. Mən rayondayım, mən babamın yerindəyim. Hansı rayondasın? Qaçmazda. Nə vaxt gəlsən? Sağ ol, yarın Bakıya. Bəs bayramdan sonra zəng eləmişdin, dedin 2-3 günə gəlirəm. Yəni, işin lazım var, yəni, özgür. Belə də ki, söylədən sən gəlməsin. Mən sənə nə deyirəm ki, sənə deyirəm bəyəm boşuna bıraxacam onu. Sənə demişəm ki, boşuna bıraxacam onu. Sən niyə narahat olursan ki? Mənim qeyriyyətimə görə sən narahat olma. Sən öz dediyin sözə görə narahat ol, sonra mənim qeyriyyətimə çəkərsin. Sən kim təqimətə nazır olmayırsan? İstəyir birdən petrolun bir petrol dəstən oğlu, hə? Lazım dur gəl yine. Tatlıcan ha? Dur gel lazım olsun. Hara sen daha önce Xaçmaza gelmeliyim. Qeyrəti nasıl dur gel. Hara Xaçmaza gelmişsin dalıca. Deyirəm söylədən sənsən. Hə. Qeyrəti nasıl dur gələr. Sen narahat olma. Sen narahat olma. Söğüşün özüne gedir. Şerefsiz. Sen narahat olma. Söğüşün özüne gedir. Ancaq senin ben yalancılığın yalan. Sen eğer sözün üstünde duransansa 20 gündür hardasan. Güzel. Bak senin söyleyin var ha. Hamı sapsın. Onu bıraksın şeye. Bırak da şerefsiz. Telefonla benim söylemek kişiliydi. Tükürüm sen kişisənsə. Get yan qabağımda. Telefonda söylemek. Sen kimi zibillerden zibil kimidir bildin. Kişiliğin satırsa get yan qabağımda söğüşü verəcəklər. Satır kişiliği. Satır 20 gündür yoksa da şerefsiz ardasan. 20 gündür ardasan. Sen borçlusun. Sen avludun için. Dur gel. Dur gel. Dur gel. Sen borçlusun arkasın. Dur gel sen ufak. Dur gel sen borçlusun. Dur gel. Gel ne kaçtan oldu ya. Gel ne sürüyorsun. Böyle. Ve hadi kaçtı. Sen tutacağım qatmayacaqsan. İnşallah sen tutacağım ben. Cebinde çıx YouTube'a əxlaqdan dərs keçirən zamanda şərəfsiz küçə uşağı.
بسم الله الرحمن الرحيم. Mərhəmətli və rəhimli Allahın adı ilə. وعباد الرحمن الذين يمشون على الأرض هونا وإذا خاطبهم الجاهلون قالوا سلاما. Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşa gəlməz bir söz dedikdə salam deyərlər. Sən o pozğun söyüşləri söylən sənsən yoxsa yox? Bir də mənə cavab ver. Yox. Sən deyilsənmi? Yox, mən deyiləm. Orada bacı söyüş söyürsən, orada insan özün söyürsən. Sən orada bacı söyüş söyürsən, orada özün söyürsən. Bəli. Niyə ağlayırsan? Niyə haqqımı girsən? Yox, elə demə. Yalanlısa... Haqqımı girirsən? Yox, yalan demə. Mən eşitmişəm. Ola bilər haqqıma gir... Eşitmişəm başqadır. Sən o söyüşü eşitdiyin kimi mən söyləyəm. Qoy sənə deyim, şəxsən, qoy deyim. Dur. Sən eşitdiyin kimi mən bacı söz söyləmişəm. Bəli, qulağımı zapsı eşitmişəm, zapsı. Yalan da o başqa, amma zapsı eşitmişəm, bəli. Mənim səsim idi, mən deyirdim. Sən səsini, sən deyim nə kimi? Yox, bir dəqiqə dur. Bir dənə nəsə bir şey, sənin adını qoysalar söyüş. Mən çıxım bunu şantaj edeyim, bunu edən Samindir. Sonra sən mən deməsəm etəm haqqıma nə girirsən? Ayso. Yəqinin varmı? Əla söz danışdın. Danışdın, dilinə icazə ver, danışım. Oldu, gözlə. Əgər həqiqətən o zap sən deyilsə, o insanı, mən onu tanımıram o adamı. Amma ki, mənə xəbər, zaxtı zap sözü məndə bir dəqiq telefonda durub. Əgər o söyüş söyən, tələsmə, əgər o söyüş söyən Namiq sənsənsə, and iç ki, vallahi o söyüş söyən mən deyiləm, hələ and iç. Vallahi mən deyiləm. Yox, denən Allahi o Samirlə o söyüşü söyən mən deyiləm, denən. Allah olsun ki, mən deyiləm söyüşü. Yəni ki, bacı söyüşü söymirsən, nə bilim, o pozğun söyüşlərin heç birini işlətmirsən, sən deyilsən yəni. Söyüşən boynuma alaram. Yaxşı, dedim mən deyiləm, lap əla. İndi mən inşallah o zapsa, əlbəttə ki, sən nə olsun şiyəsən, mən sünni, fərqi yoxdur. Haqq lazımdır, adillik lazımdır. Mən o zapsa araşdıracağım, səhv çıxanda o adama sözümü deyəcəm. Düz çıxanda sənə sözümü deyəcəm, ha onda.